görünən güclü geliş göstərir. Buradan material istəyir, buradan elə. Buradan gələsər çünki bağlaya bilir. Zayıf nöqtəsi var. Bunu vurdu bak topu ucuna. Bu vəziflə geçsə artıq. Yox, burada belə vursa nə olar görə? Baxaq. Yox, onsuz da bu bura gəlib, bu sənə göstər. Bəli. Halaldır sənə, tapdın. Bəli. At F8 gəlib, qoruyub, bəs hücum dayanacaq. Qovacaq da, bəli. Ona görə də bir dənə gedişi hesablayır da. Yəni, belə qaralar piyada ilə vursa topun məzəmlə xəttini belə açsa, haş xəttində, onda müdafiə daha güclü olur. Məsələn, hücum dayandı. Hücuma keçə bilməyəcək. Düzdür, nonsuz xətti açıqdır. Haş xətti açıq olduğuna görə... Orada o ilə qıtını sona bilərsən. Bəli, düz axıra qədər onu müdafiə edəcək. Düzdürmü? Laf bir dənə belə gələcək, vallahi. Hücuma keçmək tutardı. Ona görə də hərdən bu da. Adam birinci elə gəlir ki, bizə elə gəlir ki, açdıq da, xətti açdıq. Aha, xətti açılıb, hücuma keçdik. Amma bu gedişi görəndən sonra, oynayandan sonra, hazır biz işimizi hücumda daha ehtiyatlı tutaraq, nə eləməliyik? Vəzir etməliyik. Mən F2 olsam. Nə? F2. F2 də buradan alır ki, burada tamam bərbad olur. Hücum dayanır. Buradan xəttlə bağlıdır. Bu nəyə görə? Məqsəd nədir? Məqsəd ataş 5 oynamaqdır. Təhlükə buradan yaratmaqdır. Dalınca top geç, naş xəttində yox. Bir baxdı oyun nəticədir. Hə, açsın. Bunda da belə gəlir. Açıq vursa topu. İndi görək burada oyun necə, hansı vəziyyətdən gedir də, nəyə görə vəzir G5 gəlir? Top F8, qaçdı. Ataş 5, məqsəd ayrı. Məqsəd ayrı. Top F7, məcburi gedirlər da. Top G3, bir də təzyiq edirəm. Fikir verir, təzyiq edirəm. J6, bu da məcburi gedir. Şezin girişdi. Gördün, məcbur edirəm. Vəzir H6. Yox. At F6. Fil C4. At çox malik olur. Eşek. Fil C4. At çox Piyadası malik. pis qaldı. Ay, sonra. Bu nəyə görə bunu vurdu? Baxaq görə, planlaşdıraq görə. Onu qoy. Nəyə görə sən bunu tapsan, bax bu mit değişməyəcək. Nə üçün? Bu fili qoymuş. Bax, bura gəlmir. Fil bura gəlmir. Sonra düz tapdın. Sonra bu əsas Filin mən filin bütün yerini tutdu. Fil yalanı tutmaq. İndi neyləməlidir? Fili, bax bunu atı vurmaqdan məqsəd nədir? Filin yolunu çıxsın, eləmi? Hardan? Fili hardan çıxmaq? Məqsəd nədir? Qaralar, ağların məqsədi nədir? Bax, bu sevirdəki filardan nətər edə bilərsən? Bax, hesabla görə elə. Atı vurmaqla hardan çıxacaq o fili? Sən ona bax, bütün variantlara bax, bütün vəziyyətlərə bax. C4-dən atı vurmaqla ağlar bəli, onun üçün nə eləməlidir? Başqa çıxış yox olsa, bu tərəfdən. Nə eləməlidir? Fil C4-də vurdun, sonra nə eləməlidir? Əlini Nə vurdu. buralar gedir? Yox, nə eləməlidir? Fil C4-də vurdun, sonra vurdu. Fil burada D6-ya gəldi və sağ bağlı. Yox, nə eləməlidir? Fil C4-də vurdu. Ondan sonra nə eləyər? Nəfəs çıxa bilər amaca. Doğru çıxıyorsun. Necə çıxarmaq çıxanda o? B.A. vurursan. Niyə? Necə eləmək lazımdır, onu çıxın. Fili A3-ə nətər çıxın ki, açıq xəttə tutun, bax, diagonal tutun. A3 8 diagonalına tutun, necə eləyirsən? Sən onu bilən, axtar özün fikirləş gör, necə eləyirsən? Bu oyunda mütləş bir strategiyadır. Sən artıq hücuma keçsən, hücum dayanıqdır. Əlavə qüvvə lazımdır, düz deyilmir? Əlavə qüvvə üçün, ya bu topu gətirməlisən harasa, bu yer yoxdur düzəlməlidir. Əlavə qüvvə nədir? Yəni bu piyada olmasa gətirilər. Hə, olma var axı, piyada var. Əlavə qüvvə bizə lazımdır. Hücum dayanıqdır. Qaralar müdafiə olunur, gətirib topu fiydiyə salır. Düzdür? Bizə əlavə qüvvə lazımdır. Onun üçün nə eləməliyik? Bir fikirləş.
Əlavə qüvvə üçün fil çıxmalıyıq, eləmi? Hardan, necə çıxar? Amma fil alça yalandan gələk, onun necə gələ bilər? Fil vursa 4, etdiysə, Sonra sonra bir tufur, ateş, tufur. top açıldı oradan xətti, buradan vəzir gəl. Hiç olmur elə. Olur, bax ki. Fil oruç gəlmək olmur ki. Pamuk gəlsin, mən də belə yapıyorum. Onda belə vurursun. Qaldı. Fil bu ağaçda qaldı, bir də verəcəyini bu ağaçda qaldı. Bax. Heç də deyil. Hə, düz elə. Yox, Keşişsin. fil burandan sonra top. Yox, mən vurdum, şah. Deməli birbaşa filavçı gəlmək olmur. Haradadır? İndi gör ağlar nə olur da? Orada buradadır. Ne? Vurdu. Vurdu. Şimdi sən filavçı belə deyirsən. Bir dənə belə gəlsən qaldı orada. Qaldı. Vəzir nədən çıxardarsın sən burada? Tankla çıxardılmaz iş vəzir. Lap da birinci belə vuracağım. Yox. Vururam mı? Birinci belə vururam. Məcbur nəyə vursun? Filavçı. Məcburdur mu? Mən belə gəldim. Bir kesik piyatan var. Tankla çıxardılmaz. Qaldı belə. Fil öldü. Bununla vururam da. Vurduk da. Biri vurmadı. Vuran ki mən məcbur oldu piyadan vururam. Düzdür? Tutardı vəzir beş gəldi. Düzdür mü? Qaldı orada. Fil öldü yeri. Buradan da bir daha, buradan da nə dayandı? Uzaq başına bir Yox, yox, gözlüyü də deyirəm. Bu da gözlüyü də. Deyirəm, o